Bugün sizinle birlikte çok uzak bir zamana gelirik. Azərbaycan kəndlərinə, orta əsrlərə. Elə bir zamana ki, qış sadəcə soyuq deyildi. O, sınaq idi. Təsəvvür et, kənd kiçikdir. Torpaq evlər, dumanlı hava və hər tərəfi örtən qar. Külək əsir. Soyuq sanki sümüklərə işləyir. Amma bu kənddə yaşayan insanlar buna öyrəşib. Çünki başqa seçimləri yoxdur. Evlər çox sadə idi. Əsasən palçıqdan, torpaqdan, bəzən daşdan tikilirdi. Pəncərələr kiçik olurdu. Bəzən ümumiyyətlə olmurdu. Çünki böyük pəncərə soyuğu içəri buraxardı. Evin içi qaranlıq, amma bir şey var idi. Ocaq. Ocaq evin ürəyi idi. Hər şey onun ətrafında olurdu. Yemək, istilik, həyat. Odun yoxdursa, problem böyükdür. Ona görə payızdan hamı odun yığırdı. Kişilər meşəyə gedirdi, odun doğrayırdı. Sonra onu qurudub yığırdılar. Qışda isə o ehtiyat yavaş-yavaş istifadə olunurdu. Çünki qış uzun idi. Ailələr böyük olurdu. Bəzən 6, bəzən 8 nəfər. Hamısı da bir evdə yaşayırdı. Uşaqlar böyüklərlə birlikdə qalırdı. Qocalar da eyni evdə idi. Çünki o vaxt ailə ayrılmırdı. Hamı birlikdə yaşayırdı. Gecə hamı ocağa yaxın tərəf yığışırdı. Yerə sərilən yorğan, palas və hamı yan-yana uzanırdı. Uşaqlar ortada, böyüklər kənarda. Bu, istiliyi qorumaq üçün idi. Çünki otaq soyuq olurdu. Amma birlikdə yatanda bədən istiliyi buna kömək edirdi. Orta əsrdə qida sadə idi. Çörək, sıyıq və bəzən süd. Ət hər gün olmurdu. Daha çox qış üçün qurudulmuş və duzlanmış ət saxlanılırdı. Tərəvəzlər payızdan yığılırdı və zirzəmidə saxlanılırdı. Hər yemək ölçülü idi. Çünki ehtiyat bitə bilərdi. Heyvanlar həmin dövrdə çox vacib idi. Qoyun, keçi, inək. Onlar həm yemək, həm də istilik demək idilər. Bəzən heyvanlar evə yaxın və yaxud evin içində saxlanılırdı. Çünki onların nəfəsləri belə istilik verirdi. Payız ən vacib vaxt idi. Bu vaxtda hamı işləyirdi. Qış üçün hər şey yığılırdı. Taxıl, meyvə, ot. Əgər yaxşı yığılmasa, bu zaman qış çətin keçərdi. Çox ailə o dövrdə kasıb idi. Bəzən yemək az olurdu. Bəzən hamı doymurdu. Amma yenə də bölüşürdülər. Kənddə insanlar bir-birinə kömək edirdi. Kimin odunu yox idi,
paylaşılırdı. Kimin yeməyi az idi, bölünürdü. Çünki hamı bilirdi, tək qalmaq təhlükəlidir. Uşaqlar tez böyüyürdü. Artıq onlar kiçik yaşlardan etibarən işləməyə başlayırdı. Amma yenə də oynayırdılar. Qarla, daşlarla, sadə şeylərlə. Qocalar əsasən evdə qalırdı. Onlar daha çox öz təcrübələrindən məsləhət verirdi. Keçmişdən danışırdı və ailənin bir hissəsi idi. Gecələr çox uzun olurdu. Küləyin səsi, ocağın xırıltısı. Hamı yavaş-yavaş susurdu və yuxuya gedirdi. Səhər gəlirdi. Yenə eyni həyat. Amma bir fərq var idi. Onlar yenə sağ idi. Qış çətin idi. Amma insanlar dözümlü idi. Və hər qışdan sonra bahar gəlirdi. İndi isə sən sadəcə rahatlaş və bu sakit hekayə ilə yuxuya get.